Hər kəsə salam. Bu videoda 5 aprel 950 imtahan suallarının həllinə baxacağıq. Birinci sualda EBOB 3036-nın tapılması istənilir. EBOB 3036-nı tapmaq üçün gəlin əvvəlcə belə bir şey eləyək. 30-u 6 vur 5 kimi yazaq. 36-nı 6 vur 6 kimi yazaq. Biz bilirik ki, EBOB-da hər iki ədədin ortaq vuruğun EBOB-un xaricinə çıxarda bilirik. Yəni hər ikisində 6 vuruğu varsa, mən 6-nı çölə çıxardıram. 6 vurulsun EBOB. 6 çıxdığına görə burada 5, burada 6 qalır. 5, 6. 5 ilə 6 da ardıcıl ədədlər olduğuna görə EBOB-ları 1-dir. Yəni cavabımız 6 vurulsun 1, yəni 6-dır. Düzdür, burada variantlarda yaxşı düşməyib, amma cavabımız 6-dır. Keçək 58-ə. Belə bir tənlik verib və həll edilməsi tələb olunur. Biz bilirik ki, A minus B, A plus B-nin biz A kvadrat çıxılsın B kvadrat şəklində yaza bilirik. Burada da görürük ki, mən burada 2x-a A kimi, 1-ə B kimi baxa bilərəm. Onda nə olacaq? 2x çıx 1 vur 2x üstə gəlir 1. A kvadrat çıx B kvadrat kimi düşünsəm, 2x-in kvadratı çıxılsın 1-in kvadratı. Çıxılsın 4x-i x-a vurub 4x kvadrat alaram. Qarşısında mənfi olduğuna görə mənfi 4x kvadrat. 4x-i mənfi 3-ə vuranda mənfi 12x. Mənfi olduğuna görə əksinə vururam. Yəni mənfi 1-ə vururam 12x. Üstə gəlsin 12x bərabərdə 35. Bu 2x-in kvadratı 4x kvadrat. 1-in kvadratı 1 çıxılsın 1. Çıx 4x kvadrat üstə gəl 12x bərabər 35. 4x kvadratlar getdi. 12x çıxılsın 1 bərabər 35. 12x bərabər 36. X da bərabər 3 olar. Yəni doğru cavabımız B variantı. 59-a baxaq. Dairənin radiusu 5 dəfə artsa, onun sahəsi neçə dəfə artar? Tutaq ki, dairəmizin radiusu R-dir. Onda bunun sahəsi nəyə bərabər olacaq? S bərabər PR kvadratına. İndi 5 dəfə artıraq radiusu, yəni eləyək 5R. 5R olanda nə olur? Sahə nə olur? S vurulsun. Daha doğrusu S bərabərdir. Pi vurulsun. Radius 5 dəfə artdığına görə mən artıq R-in kvadratı yox, 5R-in kvadratı yazacağam. Yəni 5R-in kvadratı. Bu da pi vurulsun 25R kvadrat edir. Gördüyümüz kimi bu pi R kvadrat idi. Bu isə pi vurulsun 25R kvadrat. Yəni sahəmiz 25 dəfə artdı. Bizdə də neçə dəfə artması tələb olunduğuna görə cavabımız C variantı olacaq. 60-a baxaq. Sadə bir sistem tənliyidir. Y-in əvəzinə 2x yazıb ikincinin yerinə qoyaq. 5x üstə gəl, y-in yerinə 2x yazaq, bərabər 21. Yəni 7x bərabər 21, x bərabər 3. Gördüyümüz kimi y x-in 2 misinə bərabərdir. Onda y-imizdə 3 vurulsun 2, yəni 6-ya bərabər olacaq. Yəni həllimiz 3, 6-dır. Yəni A variantı. 61-ci suala baxaq. A-nın 4/1 olduğu verilib və bu ifadənin qiyməti soruşulur. İfadəmiz necədir? 3 üstü mənfi 2A vurulsun 3 üstü 6A. Bilirik ki, əsaslar eyni olanda biz qüvvətləri cəmləyə bilərik. Yəni, əsas olduğu kimi saxlayaq, qüvvətləri cəmləyək. Mənfi 2A üstə gəlsin 6A. Yəni, 3 üstü 4A. İndi A-mız 4/1-dir. Əgər A-mız 4/1-dirsə, 4A nə olacaq? 4/1 vurulsun 4, yəni 1. Onda bu 3-ün qüvvəti 1-dir əslində. Yəni, cavabımız 3 üstü 1, yəni 3-dür. Yəni, doğru cavab D variantı. 62-yə baxaq. 62-də sadə bir tənasüb sualıdır. 12 bölünsün x bərabər mənfi 4/3. Bu mənfini burada yox, 3-ün yanında yazsaq, nə alınacaq? Tənasüb etsək, x vurulsun mənfi 3 bərabər 12 vurulsun 4. Yəni, mənfi 3x bərabər 48, x də bərabər mənfi 48 bölünsün 3, yəni mənfi 16. Doğru cavabımız D variantı. 63-cü suala baxaq. K-nın hansı ən böyük qiymətində bu cəm düzgün kəsilir? Gəlin bunu riyazi üsulla edək. 0,4 dövrdə K-nı mən necə yaza bilərəm? Bildiyimiz kimi dövrlərin sayı qədər 9 yazırıq. Dövrə qədər ki, B günlə dövr arasındakı hissə qədər də 0. Yəni 90-da 4K ədədi, yəni 2 rəqəmli ədəd çıxılsın 4. Həmçinin 0,K dövrdə 4-ü də yazmaq olar. 90-da K4 ədədi çıxılsın K. Biz bu ikisini cəmləyəndə nə olacaq? 90 ortaq məxrəcdir. Məxrəci olduğu kimi saxlayaq. Surətləri cəmləyək. 4K çıxılsın 4, üstə gəl. K4 çıxılsın K bərabərdir. Bu birinci ədədi mən yaza bilərəm. 40 üstə gəl K kimi çıxılsın 4. İkincini də 10K üstə gəl 4 kimi yaza bilərəm. Çıxılsın K bölünsün 90 bərabərdir. 4-lər gedir. Qalır bizdə. Həmçinin K'lar da gedir. 40 üstə gəlsin 10K bölünsün 90. Hər tərəfin, yəni sürət və məxrəci 10-a bölsək, 4 üstə gəl K bölünsün 9. İndi bizdən düzgün kəsr olmasını istəyirdi.
Bu 4 üstəgəl k 9-dan kiçik olmalı, düzdür? K üstəgəl 4 kiçikdir 9, yəni k kiçikdir 5. 5-dən kiçik ən böyük rəqəm də 4-dür. Yəni doğru cavabımız 4-dür. Yəni E variantı. 64-cü suala baxaq. Düz xəttdən 4 sm məsafədə yerləşən nöqtədən bu düz xəttdə hər birinin uzunluğu 5 sm olan işimai çəkilmişdir. Tutaq ki, bu bizim düz xəttimizdir. Bir el düz xətti olsun. Bu düz xəttdən 4 sm məsafə. Məsələn, burada bir mən A nöqtəsi götürsəm, A-dan elə 4 sm uzunluqlu hündürlüyü çəkirəm. Nəyə görə? Çünki məsafə nədir? Yəni, məsələn, nöqtədən düz xətti qədər məsafə, nöqtədən düz xəttdə olan hündürlüyün uzunluğudur. Yəni, bu 4-dür. Və 2 dənə mail çəkirik. Mail nədir? Hündürlükdən uzundur, düzdürmü? Və 4 sm məsafədə yerləşən nöqtədən çəkilib. Yəni, biz bu mailləri A-dan çəkməliyik. A-dan 5 sm uzunluqlu 2 dənə belə mail çəkək. 5, 5. Bizdən maillərin oturacaqları arasındakı məsafəni tapın deyir. Maillərin birinci mail oturacağı budur, ikincinin oturacağı budur. Tutaq ki, B və C olsun. Pifaqordan biz baxın bu uzunluğu tapa bilərik. Necə? Gördüyümüz kimi bu üçbucaqda hipotenuz 5-dir. Katetlərdən biri 4-dür. Deməli, digər katetin uzunluğu 3-ə bərabər olacaq. 3, 4, 5 üçbucağına görə. 3, oxşar şəkildə digərinin də uzunluğu 3-ə bərabər olacaq. Oturacaqlar arasındakı məsafədə 3 ilə 3-ün cəminə, yəni 6-ya bərabər olacaq. Yəni, doğru cavabımız E variantı. 65-ə baxaq. Yalnız Həsən, Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli, Əlinin qazanma ehtimalının 2 mislidir. Tutaq ki, bu Vüqarın qazanma ehtimalı x olsun. Həsənin qazanma ehtimalı Vüqarınkindən 7 dəfə çoxdur. Yəni 7 mislidir. Ona görə 7x olacaq. Həsənin qazanma ehtimalı Əlinin qazanma ehtimalının 2 mislidir. Tutaq ki, Əlinin ehtimalı y olsa, bu Həsənin ehtimalı olan 7x 2y-ə bərabərdir. Buradan y-i x-dan ifadə eləsəm 3,5 x olacaq. Y-in əvəzinə 3,5 x yazaq. Bilirik ki, tam ehtimal, yəni mütləq baş verəcək hadisənin ehtimalı 1-dir. Yəni, biz də bilirik ki, bunlardan biri mütləq qazanmalıdır bu yarışı. Onda hər üçünün ehtimalını toplasam, mən 1 alacam. Çünki mütləq bunlardan üçünün biri qazanmalıdır. Onda üçünü də cəmləsəm 1 əldə edərəm. Yəni, x üstəgəl 7x üstəgəl 3,5x bərabər 1. 11,5x bərabər 1. X bərabər 1 bölünsün 11,5. Sürət və məxrəci 2-yə vuraq. 23-də 2 alınır. İndi bizdən Əlinin qazanma ehtimalını soruşur. Əlinin qazanma ehtimalı 3,5x idi. 3,5x bərabər 3,5-i 7 böl 2 şəklində yazaq. X-i da 23-də 2 şəklində yazaq. Çünki x-imiz 23-də 2-dir. 2-lər getdi. Cavabımız 23-də 7. Yəni B variantı. 66-ya baxaq. 66 da sadə sualdır. 2 köşdə 25-i yazaq. 2 vurulsun. Köşdə 25 nəyin kvadratı 25 edir? Yəni, hansı müsbət ədədin kvadratı 25 edir? 5-in kvadratı. 2 vurulsun 5, çıxılsın. Hansı müsbət ədədin kvadratı 16 edir? 4-ün kvadratı, çıxılsın 4. Hansı müsbət ədədin kvadratı 9 edir? 3-ün kvadratı. Yəni, üstəgəl 2 vurulsun 3. Bərabər 10 çıxılsın 4, üstəgəl 6, yəni 12. Yəni, cavabımız E variantı. 67-yə baxaq. Əbob AB 5-dir və AB hasilimiz 75-dir. A plus B cəmi soruşulur. Baxın, iki ədədin əbobu nə idi? Onların ortaq sadə vurğularının hasili. Məsələn, burada A və B-ni bu şəkildə çoxluq şəklində çəksəm, AB, bunların ortaq vurğuları 5-dir. Deməli, yerdə qalanlar nədir? Ortaq olmayan vurğulardır. Məsələn, buna M, buna N desəm, onda A-mız 5M, B-miz 5N olacaq. Yəni, biz bütün ortaq vurğuları bir-birinə vuranda 5 alırıq. O zaman M-lə N qarşılığı sadə olmalıdır. Niyə M-lə N qarşılığı sadə olmalıdır? Çünki qarşılığı sadə olmadığı vaxt, onda biz bu ortaq hissəyə yenə ədəd əlavə eləyə bilərik. Yəni, məsələn, M2, N4 olsa, onda biz 2 vurğunu yenidən bura əlavə eləyə bilərik. Amma edə bilmərik, çünki A və B-nin bütün ortaq sadə vurğularının hasili 5-dir. Yəni, M-lə N qarşılığı sadədir. AB hasilimiz 75-dir. Yəni, 5M vurulsun 5M bərabər 75. 25M bərabər 75. Buradan M bərabər 3 olur. 75 bölü 25 3-dür. İndi N ilə N natural ədədlərdir. Bu aydın məsələdir. Onda ikisindən biri 1 olmalıdır, digəri 3 olmalıdır. Başqa hal mümkün deyil. M 1 olduğu vaxt A-mız 5M idi. Yəni 5 vurulsun 1. 5 olur. B-miz 5N idi. 5 vurulsun N, yəni 5 vurulsun 3. Yəni 15 olur. Bu ikisinin cəmi də 20-yə bərabər olur. Yəni cavabımız C variantı. 68-ə baxaq. AC 7 verilib.
CB 14 verilib. AB soruşulur. AB bu ikisinin cəmi olacaq, yəni 21 olacaq. C variantı. 69-a baxaq. 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Əkin sahəsi neçə faiz artdı? Bunu tapmaq üçün birinci artım miqdarını tapmalıyıq. 30-dan 42-yə çıxıb, yəni 12 hektar artıb. Bu artım miqdarın surətdə yazırıq. Məxrəcdə də ilkin miqdarı yazırıq, yəni 30-u. İndi faizə çevirdilir deyə bunu 100-ə vuraq. Bərabərdir. 30-da 12-də 3-ləri ixtisar aparaq. Burada 10, burada 4 qaldı. 10-la 100-ə ixtisar aparaq. Burada 10 qaldı. 4-lə 10-u vuranda da 40 edir. Yəni ümumi 40% artım olub. Yəni D variantı. 70-ə baxaq. Y bərabər 5x çıx 17 funksiyasının qrafik üzərində yerləşən və ordinatı 3 olan nöqtənin apsisini tapın. Bunun üzərində yerləşir və ordinat 3-dür. Bilirik ki, ordinat y-dir. Yəni y bərabər 3 olduğunda məndən x-in qiymətini soruşur. Apsis də x-dir. Y-in yerinə 3 yazsam, 3 bərabər 5x çıxılsın 17. Yəni 5x bərabər 20. X də bərabər 4 olur. Yəni apsisimiz 4 imiş. Doğru cavabımız C variantıdır. 71-ci suala baxaq. Kubun neçə tili var? Bunu yəqin ki, hamı bilər, amma yenə də təsvir edək. Bildiyimiz kimi kub təxminən bu şəkildə olur. İndi biz kubun tillərin sayını tapmaq istəyiriksə, onda baxın, bu birinci til 1, 2, 3, arxada bir dənə til var 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Yəni kubun ümumilikdə 12 dənə tili var. Doğru cavabımız A variantı. 72-yə baxaq. Diaqramda A və B çoxluqlarının elementlərin sayı haqqında məlumat verilmişdir və bizə belə bir bərabərlik verib. Buna görə B fərq A-nın elementlərinin sayı soruşulur. Baxın, A fərq B-nin element sayı nə qədərdir? Gördüyümüz kimi yalnız A-da olanlar, yəni 2x üstəgəl 8 dənədir. Onda mən bunu 4-ə vursam alaram, 4 vurulsun 2x üstə gəlsin 8. Bərabər A birləşmə B nədir? 3-ündə də olanlar, düzdür? Yəni mən bu 2x üstə gəl 8, 3x üstə gəl 1 və 4x üstə gəl 5-i cəmləməliyəm, buna bərabər eləməliyəm. Bu üçün cəmləyək 2x üstə gəl 8, üstə gəl 3x üstə gəl 1, üstə gəl 4x, üstə gəl 5. Baxın, 4-ü 2x-ə vuranda 8x, 4-ü 8-ə vuranda 32. Bərabər 2x, 3x, 4x. Cəmləri 9x eləyir. Üstə gəl 8, 1, 5, 14. 8x-i digər tərəfə atsaq, burada x qalacaq. X bərabər 14-ü də digər tərəfə ataq. 32 çıxılsın 14. Yəni cavabımız 18-dir. Yəni x-imiz 18-dir. Bizdən B fərq A-nı soruşur. B fərq A nə qədərdir? 4x üstə gəl 5 dənədir. X-in yerinə 18 yazsam, 4 vur 18 üstə gəl 5. Yəni 72 üstə gəl 5. Bu da 77 edir. Doğru cavabımız 77-dir. 73-ə baxaq. 4 vurulsun 12 üstü n, bölünsün 3 üstü n çıx 1 vurulsun 2 üstü 2n üstə gəl 1 kəsrini ixtisar edin. Baxın, bu 12 üstü n-i yazmaq olar. 3 vurulsun 4 üstü n. Düzdürmü? Bu 3 üstü n çıx 1-i də yaza bilərəm də 3 üstü n vurulsun 3 üstü mənfi 1. Yəni toplayanda 3 üstü n çıx 1 eləyəcək. 2 üstü 2n üstə gəl 1-i də yazıram. 2 üstü 2n vurulsun 2 üstü 1 şəklində. Bərabərdir. 4 vurulsun. Bu 3 vur 4 şəklində yazıram. Bu n-i mən hər birini ayrı-ayrılıqda paylaya bilərəm. Necə? Yəni 3 üstü n vurulsun 4 üstü n şəklində yaza bilərəm. Məxrəcdə də belə yazaq. 3 üstü n vurulsun. Bu 2 üstü 2n-i yaza bilərəm də. 2 üstü 2n bərabər 2 üstü 2 üstü n. Eyni şeydir. Yəni 4 üstü n. Ona görə 2 üstü 2n əvəzinə 4 üstü n yazıram. 4 üstü n vurulsun. 3 üstü mənfi 1 olduğu kimi qalsın. Vur 2. Bax, 3 üstü n-lər gedir. 4 üstü n-lər gedir. 2 ilə 4 gedir. Surətdə 2 qalır. 2 bölünsün 3 üstü mənfi 1. Surətə çıxartsam, qüvvət əksinə dəyişəcək. Yəni 3 üstü 1 olacaq. Yəni olacaq 2 vurulsun 3 üstü 1. Bu da 6 edir. Yəni 2 vurulsun 3, 6. Doğru cavabımız 6-dır. 74-ə baxaq. ABCD düzbucaqlısında AM DM perpendikulyardır. AB 6-dır. AM 12-dir. ADM bucağını soruşur. Yəni bizdən bu bucağı soruşur. Baxın, bildiyimiz kimi düzbucaqlı üçbucaqda hipotenuz əgər katetlərdən birinin 2 misinə bərabərdirsə, onda həmin katetə baxan bucaq 30 dərəcədir. Yəni 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. Burada da gördüyümüz kimi bu bucağın qarşısında, bu düzbucaqlı üçbucaqlı, çünki baxın
düzbucaqlı olduğuna görə bu fiqur, onda bizim AB-nin bucağımız 90 dərəcədir. Onda əgər bu bucağın baxdığı 6 hipotenuzun yarısıdırsa, deməli bu bucaq 30 dərəcə olmalıdır. Onda bu bucağın yerinə 30 dərəcə yazaq. Düzbucaqlı olduğuna görə bunlar bir-birinə paraleldirlər. Paralel olduğuna görə 30-u mən gətirib burada yaza bilərəm 30 dərəcə. Bunu 90 dərəcə verim. 90 dərəcə, 30 dərəcə. Bura qalır 60 dərəcə. 3-ün 180-ə bərabər eləməliyik. Yəni cəmlərin 180 eləməliyik. Onda avtomatik 3-cü bucaq 60 dərəcə olur. Bizdən də elə AD-nin bucağını soruşurdu. Yəni doğru cavabımız 60 dərəcə. 75-ci suala baxaq. Rəhim birinci gün kitabın 40%-ni, ikinci gün 5%-ni, üçüncü gün isə qalan 110 səhifəni oxuyub qutardı. Kitabda neçə səhifə olduğunu tapın. Tutaq ki, kitabımız A səhifəlidir. Birinci gün 40%-ni oxuyur, yəni 0,4 A-nı oxuyur. İkinci gün 5%-ni, yəni %5-ini oxuyur, yəni %5 A-nı oxuyur. Onda bu 2 gün ərzində bu nə qədər kitab oxuyur? 0,45 A hissəsini oxuyur, düzdürmü? Yerdə nə qədər qalır? Ümumi A səhifədir. Bu 0,45-ni oxuyub, yəni A çıxırsın 0,45 A bərabər 0,55 A eləyir. Bizdə də deyir ki, 3-cü gün qalan 110 səhifəni oxudu. Nə qədər qalmışdı? 0,55 A. Deməli, bu 110-a bərabərdir. Onda A-nı taparam. 110 bölünsün 0,55. Hər tərəfi 100-ə vuraq. 110 vurulsun 100 bölünsün 55. 55-i 2-yə vuranda 110 eləyir. 2-ni də 100-ə vuranda 200 edir. Yəni bizim kitabımız 200 səhifəli kitabdır. Keçək 76-cı suala. X vurulsun 3 çıxılsın kökdə 10, kiçikdir 5,5 vurulsun 3 çıxılsın kökdə 10 bərabərsizliyinin ən kiçik tam həllini tapın. Əvvəlcə gəlin bunu digər tərəfə keçirək. X vurulsun 3 çıx kökdə 10, çıxılsın 5,5 vurulsun 3 çıxılsın kökdə 10. Nə olmalıdır? Sıfırdan kiçik olmalıdır. 3 çıxılsın kökdə 10 mötərizə xaricinə çıxardaq. 3 çıx kökdə 10 vurulsun. Burada x, burada mənfi 5,5 qalır. Kiçikdir 0. Baxın, burada 3 çıxılsın kökdə 10. Bu 3-ü mən kökdə 9 kimi yaza bilərəm, düzdürmü? Onda görərəm ki, bu kökdə 9 kökdə 10-dan kiçikdir. Onda bunların fərqi 0-dan kiçik olacaq. Məsələn, 1-dən 2 çıxanda mənfi 1 edir, 0-dan kiçik. Eyni ilə kökdə 9-dan kökdə 10 çıxanda, yəni ədəddən özündən böyük bir ədədi çıxanda, yenə 0-dan kiçik ədəd alınacaq. Yəni bu tərəf zaten 0-dan kiçikdir. İndi baxın, iki ədədin hasili 0-dan kiçikdir. Ədədlərdən biri mənfidirsə, digəri müsbət olmalıdır ki, bunların hasili yenə mənfi olsun. Deməli, x çıxılsın 5,5 müsbət olmalıdır. Yəni, x böyükdür 5,5. 5,5-dən böyük ən kiçik ədəd də, yəni ən kiçik tam ədəd də 6-dır. Yəni, doğru cavabımız 6 olacaq. 77-yə baxaq. Bucaq B, bucaq D-yə bərabərdir. Yəni, bu bucaqlar bir-birinə bərabərdir. Eyni ilə bizə verib AB bərabərdir OC bərabər 6. Baxaq, bunları 6 verib, A10-un da 5 olduğu verilib. Bizdən CD-nin uzunluğu soruşulur. Baxın, bu parçanın uzunluğu. Gəlin bunları belə üstündən bir daha belə keçək. Gördüyümüz kimi, baxın, qarşılıqlı bucaqlar var burada. AOB bucağı, COD bucağı. Bunlar da bir-birinə bərabər olmalıdır. Buradan görmək mümkündür ki, BB əlamətinə görə AOB üçbucağı ilə COD üçbucaqları oxşardılar. Yəni üçbucaq AOB oxşardır üçbucaq COD-yə. İndi baxın, AO-nun CO-ya nisbəti bərabər OB-nin OD-yə nisbəti bərabər OB-nin OD-yə nisbətinə. AO 5 verilib. 5 bölünsün. CO-da 6 verilib. 5 bölü 6 bərabər OB bölünsün OD. OB haqqında heç nə verməyib. Heç OD haqqında da heç nə verməyib. Bunu yazmayaq. OB bölünsün. Burada eyni məlumatı təkrar yazmışıq. Heç buna ehtiyac yox idi. OB bölünsün OD bərabər AB bölünsün CD. Aha. AB-nin də burada 6 olduğu verilib zaten. 6 bölünsün CD. Bizdən də CD-ni istəyir. Tənasüb eləsək 5CD bərabər 6 vur 6, yəni 36. Buradan CD 7,2 olar. Yəni doğru cavabımız 7,2-dir. İndi ətraflı suallara baxaq. 78-ci sualda deyilir ki, düz xətli yol boyunca 85 ağac əkilmişdir. Hər qonşu iki ağac arasındakı məsafə bərabərdir. A və B ağaclar arasındakı ağaclardan biri C-dir. A və C ağaclar arasındakı məsafənin C və B ağacları arasındakı məsafəyə nisbəti 3-ün 4-dədir. Buna görə C ağacı A-dan başlayaraq neçənci ağacdır? Baxın, burada belə bir həml eləyək. Tutaq ki, bizim məsələn 3 dənə ağacımız olsa, bu şəkildə bax, 3 dənə ağac var.
3 dənə ağac olanda onların aralarındakı bölgülərin sayı neçə olur? Baxın, 1, 2. 3 dənə ağacda 2 dənə bölgü olacaq. Məsələn, tutaq ki, artıraq 4 dənə ağac eləyək. 4 dənə ağac olanda 1, 2, 3, yəni 4 dənə ağac olanda bizim 3 dənə bölgümüz olur. Yəni ağacların sayı bölgülərin sayından bir vahid çox olacaq. Yəni burada 85 ağac varsa, 85 ağac, bölgülərin sayı neçə olacaq? 84 olacaq. Tutaq ki, bizim bu düz xəttdə hansısa bir yerdə bir C nöqtəmiz var, hansı ki C A ilə B-nin arasındadır. Onda əgər A ilə C-nin arasında, məsələn, bir M bölgü varsa, C ilə B arasında nə qədər bölgü olmalıdır? Ümumi 84 bölgü var axı. 84 çıxılsın M bölgü olmalıdır. Düzdürmü? İndi nə deyir? A və C ağaclar arasındakı məsafənin C və B ağaclar arasındakı məsafə nisbəti 3-ün 4-dədir. Yəni M-in, yəni AC-nin, M-in 84 çıxılsın M-ə nisbəti 3-ün 4-dədir. 3 bölünsün 4-ə bərabərdir. Tənasüb eləsək, 4M bərabər 3 vurulsun 84 çıx M. Yəni 4M bərabər 3 vur 84 çıxılsın 3M. Yəni 7M bərabər 3 vur 84, M də bərabər 79-a baxaq. İti bucağının tənböləni trapesiyanı iki oxşar üç bucağa ayırır. Oturacaqları 7 və 28 olarsa, trapesiyanın perimetrini tapın. Gəlin öncə bu trapesiyanı təsvir edək. Trapesiyamız tutaq ki, bu şəkildədir. Baxın, mən bu iti bucağından endirdiyim tənbölən, məsələn, trapesiyanı burada kəssə, onda 2 dənə 3 bucaq alınacaqmı? Xeyr, alınmayacaq. Oxşar şəkildə mən bu tənböləni çəksəm, burada kəssə, onda mən 2 dənə 3 bucaq alacağam, yoxsa yox, almayacağam. Yəni 3 bucaqlardan birini alıram, amma digəri 3 bucaq olmur. Deməli, bu endirdiyim tənbölən təpədən keçməlidir. Yəni trapesiyanı təpədə kəsməlidir. Yəni bu tənbölən buradan keçir. Tənbölən olduğuna görə belə bu şəkildə işarə eləyək. Alfa, alfa. İndi baxın, oturacaqlar 7 və 28-dir. Kiçik oturacağı 7, böyük oturacaq 28 olsun. Trapesiyanın qarşı tərəfləri, yəni yalnız iki tərəfi bir-birinə paraleldir. Ona görə, paralel olduğuna görə, əgər bu bucaq alfadırsa, ona çarpaz olan bucaq da alfaya bərabər olacaq. Yəni burada alfadır. İndi gördüyümüz kimi bu üç bucaq bir bərabər yanlı üç bucaqdır. Niyə? Çünki 2 dənə bərabər bucağı var. Bərabər yanlı olduğuna görə bura 7-dirsə, burada 7 olacaq. İndi gəlin bunu təpələrini işarə edək. A, B, C və D ilə. Bizə ayrılan bu üç bucaqların oxşar olduğu verilib. Yəni bu iki üç bucaq əslində oxşardır. İndi mən bərabər bucaqları hardan tapa bilərəm? Sual oluna bilər. Məsələn, tutaq ki, mən bu bucağa bir teta desəm, onda tutaq ki, bu bucağa bərabər digər bucaq, məsələn, burada olsa teta. Bu mümkün olmayacaq. Nəyə görə mümkün olmayacaq? Çünki əgər trapesiyanın, məsələn, tutaq ki, bu bucağı iti bucaqdırsa, onda bu ABC bucağı kör bucaq olmalıdır. Çünki cəmləri 180 dərəcə olmalıdır axı. Biri itidirsə, digəri kör olacaq. Onda məsələn, bu teta kördürsə, həmçinin bu bucaq da kördür. Bu iti bucaq olmalıdır. Lakin teta demişik. Teta kördürsə, bu da kör ola bilməz. Ona görə bu ADS bucağı tetaya bərabər ola bilməz. ASD bucağı teta olmalıdır. Buradan oxşarlıq yazmaq mümkündür. Bu ABC CDA-ya oxşardır. Ona görə uyğun bucaqların baxdığı tərəflərin nisbətləri bərabər olmalıdır. Oxşar olduğuna görə burada avtomatik alfa qalır. Burada alfanın baxdığı CD-nin digər üç bucaqda alfaya baxdığı 7-yə nisbəti bərabər olmalıdır. Bu üç bucaqda tetanın baxdığı 28-in digər üç bucaqda tetanın baxdığı AC-yə nisbətinə. Düzdürmü? İndi CD vurulsun AC, 7-ni 28-ə vuranda 196 edir. İndi CD AC bərabərdir. Niyə? Çünki gördüyümüz kimi alfa, alfa. Deməli, bu bərabər yanlıdır. CD AC-yə bərabərdir. Ona görə mən bura CD vur AC yazmaq əvəzinə AC-nin yerinə CD yazıb, CD-nin kvadratı bərabər 196 yazaram. Buradan CD-miz bərabər olacaq. Nəyə? 14-ə. İndi perimetrin soruşur. Bu tərəfləri cəmləyib perimetri tapacam. CD 14 idi. 7 üstə gəl 7 14. 14 üstə gəl 14 28. 28 üstə gəl 28 56. Yəni doğru cavabımız 56-dır. 80-ci suala baxaq. Sahəsi bu düsturla verilən düzbucaqlı formasında metal lövhədən sahəsi S1 düsturu ilə verilən düzbucaqlı formasında hissə kəsildi. Şəkildə verilənlərə əsasən qalan hissənin M enini X ilə ifadə edin. X-in hansı ən kiçik tam qiymətində məsələnin həlli var. İlk öncə bizə düzbucaqlı verdiyi üçün X çıx 2 düzbucağın enidir. Bu da düzbucağın enidir. Yəni bu da X çıxılsın 2 olmalıdır.
Gördüyümüz kimi buradan kəsilib bu. Hətta qırmızı ilə çəkək. Baxın buradan kəsilib. İndi ümumi sahə S2-dir. S1 isə bu sahədir. Onda mən S2-dən S1-i çıxarsam, baxın bunu alaram, düzdürmü? S2 çıxılsın, S1-i tapmalıyam. S2 nə verib? X kub üstə gəl 2x kvadrat, üstə gəl 8x, üstə gəl 16. S1 də bu verilib. Bunu yazaq. Çıx x kub, çıx x kvadrat, çıx 12x, çıx 12 bərabərdir. Bərabərdir. X kublar gedir. 2x kvadratdan x kvadrat çıxardanda x kvadrat, 8x-dan 12x-i çıxardanda mənfi 4x, 16-dan da 12-ni çıxardanda nə qədər qalır? 4 qalır. Yəni bu əslində x çıxılsın 2-nin kvadratıdır. Biz də bilirik ki, düzbucaqlının sahəsi eni ilə uzunluğunun hasilinə bərabərdir. Baxın, bu kiçik düzbucaqlı necədir? Eni m, uzunluğu x çıx 2 olan bir düzbucaqlıdır. Yəni m vurulsun x çıx 2 bunun sahəsidir. Sahəsini də biz x çıx 2-nin kvadratı olaraq tapmışdıq. Bərabər x çıx 2-nin kvadratı. Buradan m bərabər x çıx 2-nin kvadratı bölünsün x çıxılsın 2. Yəni x çıx 2-yə bərabərdir. X çıx 2 0 ola bilməz. Çünki onda n'in 0 olması halı yaşanar. Bu da ki mümkün deyil. İndi m-dir x-la ifadə edin. X-la ifadə elədik. Amma bizə bir dənə də sual verir ki, x-in hansı ən kiçik tam qiymətində məsələnin həlli var. Baxın, bildiyimiz kimi m bir uzunluqdur. Uzunluq olduğuna görə mənfi bir qiymət ala bilməz. Onda bu m-imiz 0-dan böyük olmalıdır. Yəni x çıxılsın 2 0-dan böyük olacaq. Yəni x 2-dən böyük olacaq. Burada bizdən x-in ən kiçik tam qiymətini istəyir deyə 2-dən böyük ən kiçik tam ədədi götürürük. Yəni 3. Doğru cavabımız 3-dür. Sonuncu suala baxaq. Bu tənli ilə verilmiş çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Baxın, x kvadratla x-i bir yerdə yazaq. Y kvadratla mənfi 5y-i bir yerdə yazaq. Bərabər 29,5. Baxın, mən çevrənin tənlini qurmaq istəyirəm ilk öncə. Çevrənin tənliyində nə olmalıdır? X ilə bağlı bir ifadənin kvadratını almalıyam, düzdürmü? Mən bunu necə tam kvadrata çevirə bilərəm? Bunu belə yaza bilərəm də. X kvadrat üstə gəl x üstə gəl 0,25 şəklində yazaram. Bir də 0,25-i çıxaram oradan. Heç bir şey dəyişməz. Nəyə görə belə yazdım? Çünki bu x üstə gəl 0,5-in kvadratıdır, düzdürmü? Eyni ilə y kvadrat çıx 5y üstə gəl 6,25 çıx 6,25 yazaram. Bu da ki y çıxılsın 2,5-in kvadratıdır. Bərabər 29,5. Bunları bir yerdə yazaq. X üstə gəl 0,5-in kvadratı, üstə gəl y çıxılsın 2,5-in kvadratı. Bununla bunu cəmləyəndə mənfi 6,5 edir. Digər tərəfə atanda 29,5 üstə gəl 6,5 36 edir. Biz də bilirik ki, yəni gördüyümüz kimi çevrənin tənliyini almışıq artıq. Çevrənin tənliyini almışıqsa, buradakı bu ədəd r-in kvadratıdır, yəni radiusun kvadratıdır. Radiusun kvadratı bərabər 36, radius bərabər 6. İndi baxın, çevrəni çəkək belə. Bu çevrənin daxilinə bir kvadrat çəkirəm. Düzgün çəkək biraz. Bu çevrənin daxilinə bu şəkildə bir kvadrat çəkirəm. Məndən bunun sahəsini soruşur. Çevrənin daxilinə çəkirəmsə, bu bucaqlar 90 dərəcə, düzdürmü? 90 şəkildə, bu şəkildə qeyd edək. İndi baxın, mən bu təpələri birləşdirsəm, bildiyimiz kimi çevrədə 90 dərəcənin baxdığı vətər nə olur? Diametr olur. Əgər radius 6-dırsa, diametr 12 olacaq, düzdürmü? 6-nın 2 misli. Yəni bunun uzunluğu 12-dir. İndi kvadrat olduğuna görə digər diaqonal da 12 olacaq. Və kvadratın sahəsi də bilirik ki, diaqonallara hasilinin yarısına bərabərdir. Bu romb üçün də keçərlidir. Yəni bu kvadratın sahəsi nə olacaq? 12 vurulsun 12 bölünsün 2, yəni 72 olacaq. Doğru cavabımız 72-dir. Bu qədər, ümid edirəm video faydalı oldu. Kanala abunə olub, videonu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.